Yeməsəm olmaz Qubada. Bu dəfəki səfərimizdə sizi elə bir yer aparacağam ki, mütləq burada olmalıyıq deyəcəksiniz. Məkan Qubada, Gəncə ərazisindədir. Adı Asma Körpü olaraq keçir. Elə restoran adını bax bu mənzərəli körpüdən alır. Meşənin içərisində olduqca geniş ərazidə yerləşir. İstəsəniz söhbətgahlara yemək sifariş edə bilərsiniz. İstəsəniz də piknik sahəsində öz süfrənizi aça bilərsiniz. Geniş ailələr və turlar üçün ideal məkandır. Biz öz növbəmizdə çay kənarında söhbətgahda oturduq. Ortaya qarışıq kebab istədik. Qiyməti sonda deyəcəm. Gördüyünüz kimi kebabların dumanı üstündə lüləyə çəngəl vuran kimi dağılır. Lavaş arası lülə və sumaqlı soğanla əla gedir. Antrikot və tikə kebabının ləzzətinə söz ola bilməz. Ətlər pambıq kimi, içi sulu, yedikcə yeyəsi gəlir adamın. Buranın ıspanaqlı kebabını bizə məsləhət görmüşdülər. Elə yoldaşlarla onu da sifariş verdik. Dadını belə ifadə edeyim. Sulu, aromatı xəfif, az yağlı, əti ağızda əriyir. Gedəndə sifariş verin. Fərqli ləzzətdir. Bir də məkanın bax bu pendirini çox bəyəndim. Hardan alırlar bilmirəm. Mütləq masanızda olsun. Təbii kənd pendiri yemək istəyənlərə tövsiyəmdir. Bu masanın qiyməti 4 nəfərə toplam 72 manat oldu. Həm uyğun, həm də ki doyurucu. Növbəti videoda görüşənədək.